İndallahi. Ayn hərfi boğazın ortasından çıxarılır. Nun hərfi dəlin məxrəcində gizlədilir. Dəl hərfinin məxrəci dilimizdəki D hərfinin məxrəci kimidir. Nunun 1/3-ni gizlədirik dəl hərfində. İndallahi. Allah kəlməsi burada dolu oxunacaq. Niyə görə? Çünki Allah kəlməsindən öncə fəthə gəlir. Qəhdən kəlməsində ayn hərfi incə samitdir, boğazın ortasından çıxarılır. Hə, boğazın aşağısından çıxarılacaq. Qəhdən kəlməsində dəndə olan bu tənvin fəthədə nun səsi fəyə yetişir və ixva olur. Qəhdən fələn yuxlifəllahu. Demək, burada ixva etdikdən sonra, nun səsini fənin məxrəcində gizlətdikdən sonra, burada idğam gəlir. Nun hərfi yəyə yetişir. İdğam məalğunnə olur və bir qədər naqis şəkildə olacaq. Fələn yuxlifəllahu. Xa hərfi qalın hərfdir. Xa hərfinin məxrəci boğazın yuxarısından çıxarılır. Yuxlifəllahu. Li incə, fə incə.